İş həyatında lazım olacaq daha bir nümunə ilə qarşınızdayıq. Gördüyünüz kimi, bir işçinin il ərzində aldığı icazə müddətləri S sütununda qeyd olunub. Biz istəsək ki, həmin bu işçinin neçə saat və neçə dəqiqə icazə aldığını hesablayaq. Bunun üçün toplama funksiyası olan samdan istifadə edəcəyik. Yazırıq. Bərabərdir sam. Təb düyməsini klikləyərək funksiyanı aktivləşdirdik. Qeyd olunan aralığı ötürdükdən sonra mötərizəni bağlayaraq Enter klikləyirik və 9 saat cavabı almış olduq. Əlbəttə ki, bu cavab burada olan vaxtların cəmi olaraq düzgün qeyd olunmayıb. Bunun üçün həmin bu xananın üzərinə gələrək Ctrl+1 düyməsinə klikləyirik. Açılan custom bölməsində H hərflərindən birini silirik və digər H hərfini isə kvadrat mötərizə daxilində qeyd edirik. Daha sonra isə OK düyməsinə klikləyirik. Gördüyünüz kimi cavabımız 33 saat olaraq qeyd olunmuş oldu.